Muhammed sallallahu aleyhi ve sellemin ümmətindən qurtulanlar, nicat tapanlar say baxımından daha çox olasılar. Baxmayaraq ki, parçalanma çoxdur. Bax. Parçalanmanın çox olması o demək deyil ki, yəni qurtulanların sayı azdır. Parçalanma çox olmağı ilə yanaşı, qurtulanların sayı digər ümmətlərin hamısından çox olasıdır. Yaqul sallallahu aleyhi ve sellem, Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, "Uridet aleyyel umam." Mənə deyir, ümmətlər göstərildi. "Feca'alen nebiyyu ven nebiyyan yamurruna ma'hum er-rahtu." Deyir, bir peyğəmbər, iki peyğəmbər, bir də görsən keçdi. Onların yanında 10 adamdan az dəstələr var idi. Raht bir dəstədir, amma 10 adamdan az. Yəni deyir, peyğəmbər keçəcək, yanında 10 nəfərdən az adam olacaq. وَالنَّبِيُّ لَيْسَ مَعْهُ أَحَدٍ Və peyğəmbər olacaq ki, onun yanında heç kim olmayacaq, tək keçəcək. Tək. Yəni heç kim iman etməyib ona. Amma o peyğəmbərlik dərəcəsindən düşüb, yox. Allahın peyğəmbərdir, vəzifəsi yerinə yetirib, yenə də cənnətdə peyğəmbərlərlə bir yerdə olacaq. Baxmayaraq ki, ona heç kim iman etməmişdi. Hətta rufi'a li savadun a'zam. Hətta deyir, mənə deyir, sonra gəldi, əzəmətli bir, böyük bir qara toplum qaldırıldı. Qultu, mən deyir, dedim ki, mə hədə ümməti hədihi, bu nədir? Bu mənim ümmətimdir. Peyğəmbər sallallahu əleyhi və səlləm soruşur. Qeyl, deyildi ki, deyir, hədə Musa və qavmuhu. Deyildi ki, bu Musa və onun qövmüdür. Qeylə undur iləl ufuq. Mənə deyildi ki, deyir, üfüqə bax. Daha geniş yerə bax. Üfüqə bax. Fəidə səvadun yəmləul ufuq. Və bir də baxdım ki, deyir, bir qaraltı var. Bütün üfüqü tutub, doldurub. Bütün üfüqü doldurub. Sümmə qiləli. Sonra deyir, mənə deyir, dedi ki, undur həhunə və həhunə. Bura bax, bura bax. Yəni hər tərəf. Hər tərəfə bax. Fi əfəqis səmə. Səmanın hər tərəflərinə, uzaq üfüqlərə bax. Hər tərəfə baxdım, deyir. Fəidə səvadun qad mələəl ufuq. Və orada mən bütün üfüqü doldurmuş bir qaraltı gördüm. Bütün üfüqü, hər tərəfini, hər cəhətini. Qilə hədihi ümmətuk. Deyildi ki, bu sənin ümmətindir. Və yədxulul cənnətə min həuləi səb'unə əlfən bi qeyri hisəb. Və deyir, bu qaraltıdan 70 mini hesapsız cənnətə girəcək. Haqq hesapsız birbaşa. Allah azze və cələ bizləri də onlardan etsin. Deməli nədir? Bizim ümmətdə həlak olmuş firqələrin çoxluğu hələ qurtulanların az olması demək deyil. Əksinə nədir? Bu ümmətdən qurtulanlar daha çox olacaq. Hətta qat-qat çox olacaq. Dördüncü məsələ. Bu ümmətdə parçalanmalar çox olmasına baxmayaraq, cənnət əhlinin çoxu yenə də bu ümmətdən olacaq. Onlar Muhammed sallallahu aleyhi ve sellem ümmətindən olacaq. Cənnət əhlinin çoxu. Bax, peyğəmbərlərin sayına bax. Adəm aleyhissalamdan bu yana nə qədər peyğəmbərlər gəlib? Nə qədər onların ümməti olub? Düzdür? Hamısın cənnətə girənlər olacaq da, düzdür? Bax, hamısın. Muhammed sallallahu aleyhi ve sellemin ümməti onların hamısından da çox olacaq cənnətdə. Cənnətdə olanların sayı, Muhammed sallallahu aleyhi ve sellem ümmətindən cənnətə girənlərin sayı, o bütün peyğəmbərlərin ümmətlərinin cənnətə girənlərindən çox olacaq. Birindən, ikisindən yox. Hamısının toplumundan çox olacaq. Toplumundan çox olacaq. Gör nə deməkdir?